Salam uşaqlar, hər birinizi xoş gördük. İnşallah biz bugün MKE'nin əsasları, ideal qaz qanunları fəslinin MKE'nin əsas müddəaları, diffuziya, Brown hərəkəti, MKE'nin əsas tənliyi mövzusunun testlərinə baxacağıq. Gəlin başlayaq. Test 1. 30 litr həcmli, ağzı bağlı şüşə qabda müəyyən qədər sıxılmış hava var. Havanın yarısını qabdan buraxdıqdan sonra qabda qalan havanın həcmi nəyə bərabər olar? Fərz edək ki, belə bir qabımız var. Bu qabın içərisində müəyyən qədər hava var. Əlbəttə ki, qazlar, hava da qazdır, yerləşdiyi qabın həcmini tam olaraq tutarlar. Əgər bu qabın içərisindən müəyyən qədər, istər yarısı olsun, istər yarısından çox olsun, istər yarısından az olsun, müəyyən qədər qaz buraxsaq, qalan qaz yenə də qabın bütün həcmini tutmağa çalışacaqdır. Sonra qabın içərisindəki qazdan biraz daha buraxsaq, ondan sonra qalan qaz yenə də bütün qabın həcmini tutmağa çalışacaqdır. Hətta çox az qaz belə qalsa, həmin qaz yenə də qabın həcmini tutmağa çalışacaqdır. Əgər qabın həcmi 30 litrdirsə, istənilən zaman müddətində və yaxud da istənilən halda bu qabın içərisindəki qaz bütün bu 30 litri tutacaqdır. Onda doğru cavabımız D bəndi olar. Davam edək. Növbəti test 2 nömrəli testdir. NKT ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Hatırlayırsınızsa təzyiq üçün P bərabərdir. NKT ifadəsini yazmışdıq. Doğru cavabımız A bəndi olar. Davam edək. Növbəti test 3 nömrəli testdir. P bölünsün KT ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Gəlin kənarda yazaq. P bölünsün KT-də P'nin ifadəsini yuxarıda yazdıq. NKT yazmışdıq. Bölünsün KT. KT'lər ixtisar gedir. Nəticə olaraq bu ifadə bərabər olur N-ə. N isə qazın konsentrasiyası idi. Bunda doğru cavabımız Y bəndi olar. Davam edək. Növbəti test 4 nömrəli testdir. P bölünsün N vurulsun K ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Kənarda yenə yazaq. P bölünsün N vurulsun K ifadəsində P'nin yerinə NKT yazsaq, NKT'ni N vurulsun K'ya bölsək, buradan NK'lar ixtisar gedər, bərabər qalar T'yə. Bu isə mütləq temperaturdur. Yəni qazın mütləq temperaturu. Doğru cavab D bəndi olar. Davam edək. Növbəti test 5 nömrəli testdir. Brown hərəkəti soruşulur. Brown hərəkəti mayedə və ya qazda asılı halda olan hissəciklərin istilik hərəkətidir. Doğru cavab Y bəndi. Davam edək. Növbəti test 6 nömrəli testdir. İfadələrdən hansı doğrudur? A bəndi. Qaz molekulları arası kəsilməz və nizamlı hərəkət edir. Arası kəsilməzliyi doğrudur, lakin nizamlı hərəkəti doğru deyil. Onda A bəndi səhv olmuş olur. B bəndi. Bütün maddələrin molekulları arası kəsilməz, nizamsız hərəkət edir. Bəli, bu doğrudur. Digər variantlarda oxuyaq. C bəndi. Çox yüksək temperaturlarda diffuziya yavaş gedir. Tam tərsinə, çox yüksək temperaturlarda diffuziya daha sürətli gedir. D bəndi. Cismin temperaturu nə qədər yüksək olarsa, molekulların hərəkət sürəti o qədər kiçik olar. Bu da səhvdir. Temperatur molekulların sürətliliyini xarakterizə edir və yaxud da kinetik enerjisini. Y bəndi. Qazlar həcmini və formasını saxlayır. Bu da səhvdir. Qazlar nə həcmini, nə də formasını saxlayarlar. Davam edək. Növbəti test 7 nömrəli testdir. İfadələrdən hansı doğrudur? A bəndi. Bərk cismin molekulları sükunətdədir. Maye və qazların molekulları nizamsız hərəkət edər. A bəndinin bir hissəsi doğrudur. Maye və qazların molekulları nizamsız hərəkət edərlər. Lakin bərk cismin molekulları sükunətdə olmazlar.
Onlar da ən azından rəqsi hərəkət icra edirlər. Deməli A bəndi səhv oldu. B bəndinə baxaq. Qaz molekullar toqquşmadan sonra eyni istiqamətdə hərəkət edirlər. Xeyr, qaz molekulları, xüsusilə ideal qaz halında molekullar qarşılıqlı təsirdən sonra bir-biri ilə toqquşan kürəciklər kimi səpələnirlər. Bu da doğru bənd olmaz. C bəndinə baxaq. Yüksək temperaturda diffuziya daha sürətlə gedir. Bəli, bu doğru cavabdır. D bəndi. Molekulların sürəti nə qədər böyük olarsa, cismin temperaturu o qədər aşağı olar. Xeyr, bu da tam tərsinə. Y bəndi. Qazlar həcmini və formasını saxlayır. Bayaq da dedik ki, qazlar nə formasını, nə də həcmini saxlamazlar. Davam edək. Növbəti testimiz 8 nömrəli testdir. İfadələrdən hansı doğrudur? A bəndi. Qaz molekulları arası kəsilməz və nizamsız hərəkət edirlər. Bu doğru bənddir. Digərlərini də oxuyaq. B bəndi. Cismin temperaturu nə qədər yüksək olarsa, molekulların hərəkət sürəti o qədər kiçik olar. Səhvdir. Qazlar həcmini və formasını saxlayır. Nə formasını saxlayar, nə həcmini. D bəndi. Temperatur yüksəldikcə diffuziya prosesi daha yavaş gedir. Bu da səhvdir. Y bəndi. Molekulların nizamsız hərəkətinin sürəti nə qədər yüksək olarsa, orta kinetik enerjisi bir qədər kiçik olar. Bu da səhvdir. Molekulların orta kinetik enerjisi orta kvadratik sürət ilə düz mütənasibdir. Davam edək. Növbəti testimiz 9 nömrəli testdir. Hansı hadisə molekullar arasında cazibə qüvvələrinin olmasını təsdiq edir? Brown hərəkəti maye və qaz daxilində asılı halda olan zərrəciklərin hərəkətidir. B bəndi. Sıxılmış elastiki cismin öz-özünə açılması. Əgər cisim sıxılırsa və öz-özünə açılırsa, yəni xarici qüvvə kəsildikdən sonra açılırsa, yəni dəf edirlər, cəzb etmirlər. Bizdən isə cazibə qüvvələri soruşulur. B bəndi də deyil. C bəndi. Dartılmış elastiki cismin öz-özünə sıxılması. Əgər bir cisim dartılıbsa, xarici qüvvənin təsiri kəsildikdən sonra öz-özünə sıxılması onun zərrəciklərin bir-birini cəzb etməsi ilə bağlıdır. Bu da doğru cavab C bəndi olar. Digər variantlarda oxuyaq. D bəndi. Qazlarda diffuziya. Diffuziya deyil. Y bəndi. İyin yayılması. Bu da diffuziyaya aiddir. Keçək növbəti testə. Test 10. Hansı hadisə molekulların bir-birini dəf etməsini göstərir? A bəndi. Kristal maddənin əriməsi. Bu ərimə hadisəsidir. B bəndi. Sıxılmış elastiki cismin öz-özünə açılması. Bəli, əgər bir cismi müəyyən qüvvə tətbiq edərək sıxmışıqsa, cisim açılırsa, demək ki, zərrəciklər bir-birini dəf edir, itələyir. Doğru cavab elə B bəndi olacaqdır. Digər cavablarda oxuyaq. Digər variantlarda oxuyaq. C bəndi. Duzun suda həll olması. Bunu diffuziyaya misal getirmək olar. D bəndi. Dartılmış elastiki cismin öz-özünə sıxılması. Bu da zərrəciklərin bir-birini cəzb etməsinə misal ola bilər. D də səhvdir. Y bəndi. Brown hərəkəti. Bu da deyil. Bu barədə də danışmışdıq. Davam edək. Növbəti test 11 nömrəli testdir. 3P bölünsün 2N ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Gəlin ifadəni kənarda 1-də yazaq. 3P bölünsün 2N-lə əgər P-nin yerinə 3'te 2 NYK0 yazsaq, hatırlayırsınızsa bunu MK'nin əsas tənini yazanda yazmışdıq. Bu ifadə orta kinetik enerji adlanırdı. P'nin bu ifadəsini yuxarıda ifadədə yazaq. 3 vurulsun. P'nin yerinə 3'te 2 NYK0 yazırıq. Bölünsün 2N. İfadədə 3'lər ixtisar gedər. 2'lər ixtisar gedər. N ilə N ixtisar gedər. Və bu ifadə bərabər olar YK0 orta qiymət. Yəni bu da qaz molekullarının orta kinetik enerjisi deməkdir. Davam edək. Növbəti test 12 nömrəli testdir. Hadisələrdən hansı maddənin zərrəcikləri arasında
qarşılıqlı cazibə qüvvələrinin olması ilə izah olunur. A bəndi ətrin havada yayılması bu diffuziya hadisəsidir. B bəndi bir-birinə sıxılmış qurğuşun silindirlərinin yapışması. Bəli, əgər qurğuşun silindirlər bir-birinə yapışırsa, deməli onun molekulları bir-birini cəzb edir. Bizdən də cazibə qüvvələrinin olması soruşulur. Deməli bu doğru bənddir. Davam edək, digər bəndlərdə oxuyaq. C bəndi yaş paltarın isti havada quruması bu buxarlanma hadisəsidir. D bəndi buzun əriməsi bu ərimə hadisəsidir. Y bəndi prizmadan keçən ağ işığın rənglərə ayrılması bu da dispersiya hadisəsidir. Ümumiyyətlə bizim məsələmizlə heç bir əlaqəsi yoxdur. Davam edək. Növbəti test 13 nömrəli testdir. Hadisələrdən hansı maddənin zərrəcikləri arasında qarşılıqlı cazibə qüvvələrinin olması ilə izah olunur? A bəndi ətrin otaqda yayılması diffuziya hadisəsidir. B bəndi xarici qüvvənin təsiri kəsildikdə deformasiya olunmuş yayın öz formasını bərpa etməsi. Fərz edək ki, belə bir yayımız var. Bu yay xarici qüvvənin təsiri ilə uzadılmış yay olsun. Yəni fərz edək ki, buna bir dartı qüvvəsi təsir etmişik və bu dartı qüvvəsinin təsiri ilə uzanıb. Əgər dartı qüvvəsinin təsiri kəsilərsə, kəsildi fərz edək, yay neynəyər? Əvvəlki vəziyyətinə qayıdar. Niyə qayıdar? Çünki molekullar bir-birini cəzb edir. Belə olan halda biz deyirik ki, molekullar arasında və yaxud da zərrəciklər arasında cazibə qüvvələri var. Bu da onu göstərir ki, xarici qüvvənin təsiri kəsildikdə deformasiya olunmuş yayın öz formasını bərpa etməsi cazibə qüvvələrinin olması ilə əlaqədardır və onunla izah olunur. Digər bəndlərə də baxaq. C bəndi cəryan keçdikdə lampanın közərməsi bu Joule-Lenz qanunudur. D bəndi buzun əriməsi bu ərimədir. Y bəndi prizmadan keçən ağ işığın rənglərə ayrılması da dispersiya hadisəsidir. Davam edək. Növbəti test 14 nömrəli testdir. Mayedə asılı vəziyyətdə olan kiçik hissəciklərin nizamsız hərəkəti nəyin nəticəsində baş verir? Əlbəttə ki, bu Brown hərəkəti ilə izah olunurdu. Brown hərəkətində maye daxilindəki bu yad hissəciyə əks tərəflərdən fərqli sayda maye molekulları ya da qaz molekulları zərbə indirərlərsə, məsələn, yuxarı tərəfdən 2 molekul, aşağı tərəfdən 4 molekul buna zərbə endirir. Bu zaman bu Brown hissəciyi, yəni yad hissəcik, bu az sayda molekulların təsir etdiyi istiqamətdə hərəkət edər. Yəni bu istiqamətdə başlayar hərəkət etməyə. Bu da onu göstərir ki, Brown hərəkəti maye molekullarının buradakı bu yad hissəciyə, yəni asılı vəziyyətdə olan yad hissəciyə zərbələr nəticəsində baş verir. Yəni doğru cavabımız A bəndi olar. Davam edək. Növbəti test 15 nömrəli testdir. Hansı hadisələr maddələrin atomar quruluşa malik olduğunu təsdiq edir? Bütün cisimlərin yerə cəzb olunması. Bu ağırlıq qüvvəsi ilə bağlı bir ifadədir. İkinci, cisimlərin istidən genişlənməsi. Bəli, bu ola bilər. Fərz edək ki, bir cismi təşkil edən molekullar müəyyən məsafədə yerləşirlər. Əgər bu cismin temperaturunu artırsaq, bu molekulların rəqsi hərəkətin amplitudu artar və onların arasındakı məsafə də artar. Bu isə öz növbəsində cisimlərin atomlardan və yaxud da zərrəciklərdən ibarət olduğunu göstərir. Onda 2 doğru cavabdır. Davam edək. 3-ə baxaq. Bərk cisimlərin bölünməsi. Bərk cisimləri böldüyümüz zaman biz onların atomlarını ayırmış oluruq. Bir dəfə bölürük, sonra yenə bölürük, sonra yenə bölürük, sonra yenə bölürük və bu prosesi davam etdirə bilirik. Ta ki bir atom, bir molekul qalana qədər. Praktik olaraq belə olmasa da nəzəri olaraq bunu demək mümkündür. Deməli 3 də doğrudur. Onda 2 və 3-ün olduğu variantı seçərik. O da A bəndidir. Doğru cavab A bəndi olar. Test 16-ya baxaq. Hansı hadisələr maddələrin atomar quruluşa malik olduğunu təsdiq edir? 1. Mayələrin buxarlanması.
Bəli, bu atomar quruluşa malik olduğunu təsdiq edər. Çünki maye səthindən maye molekullar və yaxud da atomlar mayeni tərk edir. Bu zaman zərrəciklər bir-bir mayədən ayrılır. Onda bunu doğru cavab olaraq götürərik. İkincini oxuyaq. İyin yayılması. Bəli, bu da götürülə bilər. Hər hansı bir maddədən iyin yayılması və yaxud qoxunun yayılması həmin maddədən atomların, molekulların ayrılması ilə izah olunur. Onda 2-ni də doğru cavab olaraq götürmək olar. 3. Cisimlərin sərbəst düşməsi. Bunun atomar quruluş ilə heç bir əlaqəsi yoxdur. Onda doğru cavab 1 və 2 olar. O da D bəndində verilib. Davam edək. Növbəti test 17 nömrəli testdir. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bir diffuziya hadisəmiz var, bir də Brown hərəkətimiz var. Gəlin bir-bir oxuyaraq Euler-Venn diaqramında uyğun bəndləri qeyd edək. Birinci, zərrəciklərin istilik hərəkəti nəticəsində baş verir. Həm diffuziya hadisəsi, həm də Brown hərəkəti ikisi də istilik hərəkəti nəticəsində baş verir. Biri ortaya yazarıq. 2-ni oxuyuram. Baş vermə intensivliyi temperatur yüksəldikcə artır. Bu da ikisinə də aiddir. 2-ni də ortaya yazarıq. 3-ü oxuyuram. Molekulyar kinetik nəzəriyyənin müddialarının doğruluğunu təsdiq edir. Hatırlayırsınızsa, molekulyar kinetik nəzəriyyənin əsas müddialarında ikinci bənd olaraq belə bir bənd səsləndirmişdik ki, bütün cisimləri təşkil edən zərrəciklər daim xaotik hərəkətdədirlər, daim nizamsız hərəkətdədirlər. Bu nizamsız hərəkəti həm diffuziya, həm də Brown hərəkəti ilə izah etmişdik. Deməli, molekulyar kinetik nəzəriyyənin müddialarının doğruluğunu həm diffuziya, həm də Brown hərəkəti izah edir. 3-ü də ortaya yazarıq. 4-ü oxuyuram. Maye və ya qazlarda asılı halda olan zərrəciklərin xaotik hərəkətidir. Bu aiddir sırf Brown hərəkətinə. Harda biz asılı halda olan zərrəcik ifadəsini görürüksə, bu bizə işarə edər Brown hərəkətini. Onda 4-ü yazıram sırf Brown hərəkətinə. 5-i oxuyuram. Təmasda olan maddələrin molekullarının qarışması prosesidir. Bu isə bildiyimiz diffuziya hadisəsidir. 5-i də buraya yazıram. Onda doğru cavabımız 5. Birincidə 5 yazılacaq. İkincidə 4. Üçüncüdə 1, 2 və 3. Belə bir bənd varmı? Bəli. C bəndi doğru bənd olmuş olar. Bugünlük bu qədər. Sağ olun.